Salam, hər vaxtınız xeyir olsun əziz futbol sevərlər. U10 Respublika çempionatında daha bir maraqlı qarşıdurma. Ulduz, EFA və Qarabağ komandaları qarşıdurmasını izləyəcək. Artıq hakimin də start fiti səsləndirilib. Hər iki komandalara uğurlar arzuluyor. Ümidvarıq ki, bol qollu, haqlı ədalətli, gözəl bir maç bizləri gözləyir. Gəlin Ulduz EFA komandasının heyətləri ilə sizləri tanış edək. Qapıda 1 Həmzə Məmmədli, 6 Əhməd Əhmədli kapitan qismindədir bugün meydanda. 8 Abdullah Əhmədov, 11 Əmmar Əli Hüseyin, 7 Yunis Əliyev, 10 Yusuf Qasımlı və maç başlar başlamaz. Məhz elə onun adını çəkərkən komanda 10 nömrəsi Yusuf Qasımlı topu torla qovuşdurur. Özəl qola imza atır. Heyətləri təqdim etməyə davam edək. Yusuf Qasımlı adını bildirərkən zaten fərqləndi. 9 Osman Hüseynov, 12 Rasim Rəfiyev, digər qalkiper, 4 Arif Məhərrəmov, 5 Həsən Zamiroğlu, 15 Yusuf Rüstəmov, 17 Cangir Cəfərli, 88 Ali Mahmudov və Məhəmməd Əli Hacızadə. Əhmədindir bu, çıx qabağa Yusuf, çıx qabağa Əhmədindir. Ənəvi olaraq ağlı formada Qarabağ komandası, narıncılı, qaralı formada isə Ulduz EFA komandası meydanda mübarizə aparır. Müdafiəçilər elində diqqətlidir. Daha doğrusu müdafiəçi deyil. Komanda 7 nömrəsi Yunis Əliyev idi. Müdafiəyə köməyə gəldi. Bir eləyə doğru ötürmə Qarabağ komandasına hücum əmləsi. Yusuf Rüstəmovdan pressing var idi və məcburən geriyə çəkildilər. Auto yollanır top. Yusuf onu Osman'a bırak aşağı düş. 3 dəqiqələri komandasının Ahmet biraz aşağı düş. Yusuf aşağı düş biraz. Alt yerinə yetirildi. Pressing yenə də var Ulduz EFA'dan. Abdullah tələsmə. Hüseyin Nadirov. Sağdan ötürmə ünvansız alınır. Alt Ulduz EFA komandası tərəfindən yerinə yetiriləcək. Əhməd Əhmədli bir rəqibli keçir. Bir qədər soyuqqanlı, həmçinin də inamlıdır. Özünə müdafiədə yaxşı çıxır Ulduz EFA. Yusuf Qasımlı. Astaki yeganə qolu müəllifi. Ötürməsi keçmədi. Yusuf Rüstəmov. Tirdilər topu və out. Geçməsin, Yusuf düz bağlı oyuncunu. İzlədi başqa. Ağra kim oynayır? Vaxtında Osman Hüseynov. Mərkəzdə top ilkisi var Ulduz EFA'dan, amma Əhmədov vaxtında özünü çatdırır. Və Əhməd Əhmədli top meydanı tərk edir. Out. Bir qədər qarımı qarışıq epizod yaranır. Və Yusuf Qasımlı risk etmir. Ən doğru olan edir Qarabağlı mübarizədə hesab minimal fərqi olarkən risk etmək qolla baha başa gələ bilər. Diqqətli olmaq lazımdır. Korner yerinə yetiriləcək Qarabağlılar tərəfindən. İçəriyə doğru bir asma gəlir. Təhlükəli ötürməkdə, lakin toxmuş edən olmadı. Nadirov yaxın idi əməkdə. Çox yaxın idi. Qalkiper Həmzə Məmmədli kapitan zərbədə topu oyuna daxil etdi. Əhməd Əhmədli riskli hərəkətlər müdafiədə və Yusuf Qasımlı özünü çatdırır. Köməyinə gəlir komanda yoldaşına. Kimsə bir qədər geridən topu qoymalı bildirir Qarabağ komandasının oyuncusuna. Daha bir ötürmə gəldi, yaxın küncə bağlamışdı Yusuf Qasımlı. Out isə Ulduz EFA komandasına lehinə qərar verilir. Yox. 50 oyun. Bəli. Standart vəziyyət təyin olundu. Yusuf Qasımlı. Bir reyir gəlir Qasımlıdan. Sol zınaqlı oynadı Yusuf Rüstəmov.
Yunus Əliyev. Əliyev bir rəqibini keçsə belə ikinci rəqibini keçə bilmədi. Ənənəvi olaraq hər zaman kimi sağ ayağına çəkib ya ara ötürməsi ya da qapıya zərbə endirməyə çalışırdı. İmkan vermədi müdafiəçilər, amma out yerinə yetirəcək oldu Səfa. Yunus Əliyev. Qaydanı pozub hakimin fikrincə, yoxsa out? Bəli, qayda pozuntusu. Aha, out imiş. Osman Hüseynov çəkdi sol ayağına. Osman Hüseynov blok gəlir zərbəyə. Yusuf Rüstəmov təzyiqi var, amma yerdə olan oyuncu var. Səhv etmirəmsə, maçda yeganə qolun müəllifi 10 nömrə Yusuf Qasımlı zədələnir. Yox, heç yaxşı olmadı bu. Ümid var ki, ciddi deyil. Yox, davam edəcək. Davam edəcək, ciddi deyil zədəsi. Qarabağla mübarizədə tam heyətlə ümumiyyətcə fərqi yoxdur. Hər bir komanda üçün zədələr arzu olunmazdır. Yusuf Qasımla sağ sınaqla oynadı. Abdullah Əhmədov. Əhmədov sürətdən sağ sınaqda pauza etdi. Başını qaldırır. Boşluq axtarır ötürmə etmək üçün yanında Yusuf Qasımlı ilə oynayır. Qasımlı keçdi daha bir rəqibini. İçəriyə doğru bir Asman və qapı dirəyi. Osman Hüseynovun bu mükəmməl qolundan bizi qapı dirəyi məhrum edir. Bravo, bizdədir qala. Düş yerimə, tələsmə. Qayçıvari zərbə çəkdi. Çox heyif. Bəlkə də həftənin gözəl qollarından birini izləyə bilərdik. Osman Hüseynov tərəfindən Əhməd Əhmədli risk etmir. Auto yollayır. Və out Qarabağ komandası tərəfindən doğru yerinə yetirilmədiyi üçün deyəsən, yox, rəqibə təhvil verilmədi. Sadəcə hakim 18 nömrəyə outun doğru şəkildə yerinə yetirməsini bildirir. Yusuf Qasımla. Qasımlı 2 nəfərin atəsinə sıyrılır, ara ötürməsi. Osman Hüseynovun bir qədər gerisinə doğru alınır ötürmə. Təhlükəli gəlir Qarabağ komandası sol cinaqdan. Və Əhməd Əhmədli yenə də müdafiədə ayaq sayıqdır. Sürət yığmaq üçün hafta. Gəlki, davamında olmaz. Yaxətən topa müdafiə etmək lazımdır. Ulduz adına hesab. Minimum aldı. İlərədədir. Əhməd Əhmədli yan xəttdən top oyuna daxil edəcək. Altı doğru şəkildə yerinə yetirmək üçün bu dəfə Əhmədə hakim göstəriş verir. Yusuf Rüstəmov. Riskli olsa da müdafiəçilər inanlıdır özlərinə. Abdullah Əhmədov keçdi bir rəqibini. Pauza edir, amma top meydanını tərk edir. Əhməd Əhmədli, Osman Hüseynov. İstədiyi kimi ram edə bilmədi topu. Müdafiədən çıxa bilmədi Qarabağlılar. Osman Hüseynov işli olmayan sağ ayağı ilə zərbə çəkdi, lakin blok qoyulur. Osman. Hakimsə qayda pozuntusu yoxdur deyə fikrini səsləndirmədi. Osman sen yerine çek. Osman sen yerine çek. Out. Ulduz komandası tərəfindən yerinə yetiriləcək. Türmə gəldi Yunus Əliyev. O da işli olmayan sol ayağı ilə zərbə indirdi. O qədər də qüvvətli alınmadılar. Yusuf yanındaki sen. Abdullah gel Ahmet gel. Almışsan. Bağla gel. Vaxtında oyna. Yusuf Qasımlı. Qasımlı boşluq axtarır ötürmə etmək üçün sol cinaqda Yunus Əliyev. Pressing var ona qarşı. Yunus Əliyev. İmkan vermədilər. Alt Qarabağ komandası tərəfindən yerinə yetiriləcək.
Eyni. Yaxətdən. Topanla. Nadirov. Bir qədər qarma qarışıq epizod yarandı Əmin Cınaqda. Hal-hazırda müdafiədən çıxmağa çalışır Ulduz komandasının oyuncuları. Nadirov. Əhməd. Bir reyd gəlir Əhməddən. Yenə də inanımlı reydlər. Öz zınahı ilə oynadı. Yunus Əliyev 2 nəfərin atəsində idi. Çıxdılar müdafiədə Yusuf Qasımlı. Qasımlı sürətləməyə çalışdı və Qarabağ komandası 2 nömrəsi topu alta yollayır. Orada otur deyirəm sənə. Hamilkili. Var yerine otur orada. Digər zınaqdan altı yerinə yetirəcək Ulduz komandasının oyuncuları. Minimal hesab. Yəni hesab hərəkət. Yusuf Qasımlı, Yunus Əliyev. Bir dənə də. Keçmədə ötürmə. Yeniden Yusuf. Pauza etdi. Yunus oynuyor. Yunus zərbə mövqeyi axtarır. Yunus Əliyev və gol! 2-0 olur hesab. Və ənənəvi gol sevinci yenə də gəlir Yunus Əliyevdən. Görmürdü. Səfərli. Ulduz komandasını Ulduzu get-gedə parlamağa başlayır. Köhnən atların gözlərini qamaşdırır. Ağırlar. Yusuf biraz tez oyna. 2-0. Elədim vaxtında ver. Yaxşıdır, devam. Bağla get. Sən məhkəmləniz. Yusuf. Sozna, Yunus. Qapçı var. Geriyə çəkirlər bir qədər. Yusuf gəl. Və pressing nəticəsində topu qazandılar və qalkiper Həmzə Məmmədli diqqətli idi qapısında. Oyuncu toxumuş edir. Kimə gəldi? Toxunuş edən olmadı. Yunus Əliyev. Əliyev ara ötürməsi yaxşı fikirləşmişdi keçmədə. Əhməd Əhmədli. Əhməd rəqibinə toxunduraraq topu alta yolluyor. Dəyişiklik var. Qarabağ komandasının heyətində dəyişikliklər var. Yeni nəfəslər meydana daxil olur. Məğlub durumda olduğunu alır. Osman Hüseynov qüvvətli zərbə və gol! Osman Hüseynov qarşı salınmaz zərbəsi ilə hesab fərqini 3 topa qaldırır. Buraxmayan Yunus Əliyev, Osman Hüseynov birinin sağ ayağı, birinin sol ayağı bunları zərbə mövqeyinə buraxdıqda bax belə qolla nəticələnir sonluq. Bəyən toplara daxil olur. 3-0. Üçüncü dəfə Qarabağlıları meydan mərkəzinə dəvət edir Ulduz Efa. Yusuf Qasımlı. Qasımlı, solcuna, Yunus Əliyev yenə də zərbə mövqeyi axtarır. Yunus, yax, bu dəfə oturmadı top ayağına. Yunus yaxşıdır amma versən daha yaxşıdır. Bu dəfə top ayağına oturmadı. Tam səfərli. Yusuf, Əhməd. Açılı bax, sol bax. Oynamaq lazımdır ən azı hakimiz. Hakimsə davam deyir, 50 oyun. Əhmədov. Yoxdur. Kamil Yenə də top itkisi Qarabağ komandasına Abdullah Əhmədov. Uzaqlaşdırdı müdafiəçilər və Həmzə Məmmədli topu niyə götürmədi? Yaxşı. Yaxşı bizdən. Əhsən. Əhmədov sürüşmə fəndi ilə topu alta yollayır. Toxunuş yeni yerdəndir hakimin qərarı bu yöndədir. Qətdə bax, altı adamda tələsmə. Təmsilçisi. Osman Hüseynov. Hüseynov bir qədər çətin mövqedədir. Yunus Əliyevə görə solsun atda Yunus. Yenə də reydlərinə davam edir. Artıq 3-cü rəqibini keçə bilmədi. Şan vermədi. Əhməd. Abdullah. Çatdırdı özünü. Arzu olmaz fint çəkdi. Uğursuzdur. Götür o. Ay dayımı. Əhməd. Qoyma fikirləsin Abdullah. Bayramov. Orta. Ahmet Qarabağ komandasına hücum həmləsi yox. Yenidən top itkisi var. Kamil solcu. Yunus. Yusuf. Əliyev. İçəriyə doğru bir ötürmə gəlir və yenə də qapı dirəyi.
Bu dəfə də Qayçıvari zərbənə qarşısında dirək alır. Yusuf Qasımlı, Yusuf və gol! 4-0. Duble imza atır Yusuf Qasımlı. Həm hesabda, həm dirəklərdə də öndədir. Ulduz Efa. 2-0 dirəklər, 4-0 gol fərqi. Yunus Əliyev yaxın küncə zərbə qalır. Kiper yaxın küncdə diqqətlidir. Yox. Çata bilmədi Qarabağ komandasına üstü ötürməyə. Abdullah bir gol. Altı hakim yenidən başlamasını bildirir Əhməd Əhmədliyə. Yusuf Qasımlı hal-hazırda maçda qəhrəman qismindədir. Yusuf itirmədi topu. Osman Hüseynov bir qədər kör təbii şəkildə ötürməkdə, amma bu dəfə yaxşı anda ötürmə müdafiə arxasına doğru gözə ötürmək gəlir, amma Alkiper daha öncədən topu tutur. Düzdür. Osman Hüseynov axıra qədər mübarizə aparır. Başı itirdilər Qarabağlardan. Hücum həmləsi uğursuzdur. Abdullah Əhmədov Yusuf Qasımlı ilə oynadı. Əhməd öz zınağı ilə Abdullah, yenidən Əhməd çıxartmağa çalışdılar top müdafiədən və çıxartdılar da. Yaxşı. Osman Hüseynov, sol zınağı Yunus Əliyev. Əliyev bir rəqimlik yerdə qoyur. Uzaq məsafədən zərbə. Osman Hüseynov isə bugün söz verib. Deyəsən Qayçıvari zərbə ilə fərqlənmək üçün. İki cəhdində dirəyə tuş gəldi. Üçüncü cəhdində isə ümumiyyətlə top ayağına oturmalı. Yusuf. İki nəfərin atəsindən çıxır. Zərbə indirdi. Kiper ayaq sayıqdı qapısında. Yusuf oyundan çıxma Yusuf. Amma Və təhlükəli əks-hücum həmləsi gəlir Qarabağlardan. Zərbə indirdi. Həmzə Məmmədli daha bir zərbə və top qapıdan keçir. İlk cəhdində Həmzə Məmmədli əslində yaxın küncü yaxşı bağlamışdı, amma artıq ikinci cəhdində zərbəni qarşısına ala bilmirlər. Ümid Zülfüqarov vurdu saat daha sonra. 4-1. Kamil Məmmədov aydan topu ona göndərərək hesab alsın. Fərqi Artıq ilk hissənin təxmini 19 dəqiqəsini geridə qoymuşuq. Üstəki hissəsi birinci hissənin geridə qalıb. Maraqlı bir hissə var. Nə az nə çox 5 gol var. O 5 goldan 4-ünü Ulduz Efa, birini isə Qarabağlılar rəqib qapısından keçirtməyə bacarıb. Məmmədov qarşı. Dəyişikliklər var. Ulduz Efa komandasının heyətində Ali Mahmudov 88 nömrə meydana daxil olub. Məmmədov. Zülfüqarov. Əmin. İşte. Nə istəyirdi? Digər. Ali arkadan başlayır. Şansı. Ali. Belə şəkildə tamamlanır. Tamam şəkildə. Osman. İki golun müəllifi Yusuf Qasımlı ilə yerini dəyişib. Ali Mahmudov ötürmə yaxşı anda sağ sınaqdan təhlükəli hücum əmrəsi. Osman Hüseynov gözəl reyd idi əslində. Ötürmə fikirləşmişdi. Və out. Yox, xeyr.
Qayda pozuntusuna işarə edir hakim. Əhməd Əhmədli Qarabağ komandasının 22 nömrəsinə qarşı qaydana pozur. Rayxan Mehdili tapılır. Bilək məsafə kifayətlə uzaqda tapıya. Əla gelir. Şey deyibim, təkstim. Zərbə elini. 2 nəfərdən ibarət canlı sərt qurulub. Qapıya doğru zərbə endirirlər müdafiəçilər. Qarşıladı. Əksüm əmrəsi. Yox, alınmadı. Baş tutmadı, amma pressing davam edir. Təhlükəsiz oynadı. Çıxarda bildilər Qarabağ. Rüstəmov ötürmə ünvansız alınır. Qaptan zərbə ilə Qarabağ komandası top oyuna daxil edəcək. Diqqətli olun. Nəticələnə bilərdi. Sol uzaqdan hücum əmrəsi Qarabağ komandasına. Ötürmə, Sülfüqarov. Bu nə boşluqdur. Saxlamaq lazımdır bu anda. Bu boşluqdur. Və top meydanı tərk edir. Qaptan zərbə. İlk həmlədə yox, ikinci həmlədə. Top meydanı tərk etmişdir. Əhməd Əhmədli 2 nəfərin atəsinə sıyrılmağa çalışdı. Baş tutmur bu reydi və Həmzə Məhmədli özünü çatdıra sığortalayır komanda yoldaşlarına. Yunus Əliyev bir rəqibli yerdə qoydu. Öz nahil oynayır. Osman Hüseynovdan təşkil olmuş ötürmə. Yunus Əliyev gol! Mükəmməl kombinasiya. Osman Hüseynov və Yunus Əliyev də arasında. Əhsən. Əhsən. Yunus Əliyevdən isə dubl gəlir. 5-1 olur hesab, 5-1. Osman, ön başlasınlar. Yunus Karaskiri. Artıq ilk sənə sonlarına doğru yaxınlaşırıq. Ulduz Əfa komandası ilk hissədə inamlı oyun göstərməyə bacardı. Bunun nəticəsi olaraq da artıq 5 top rəqib qapısına keçməyə bacarıblar. Yunus Əliyev, daha bir hücum əmrəsi Ulduz Əfadan. Əliyevdən daha bir gözəl içəri doğru bir asma gəldi. Toxunuş edən yoxdur. Yusif Rüstəmov yaxın küncə edilmiş zərbədə azacıq qeyri-dəqiqlik var. Yunus Barlamış mı? Ali Mahmudov sol zan istiqamətini ötürmə keçmir Qarabağlılardan. Mahmudov pressingi də davam elətdirir. Sonuncu 60 saniyə hissədə. Osman Hüseynov. Hüseynovdan sol zan ötürmə. Abdullah. Ötürməsi keçmədi. Hakim isə əllə oyuna işarə eləmir. Təbii ki, meydanda haqq ədaləti qoruyan, qaydaları bilən odur. Hörmətlə yanaşırıq fikrinə. Və ikinci nöqtəsini göstərir. Hakim Qarabağ komandası ilk sənə sonlarına yaxın gün zərbəsi yerinə yetirəcək. Əhməd İlmi. Köhnə atlarındır. Başda uzaqlaşdırır Əhməd Əhmədli. Abdullah Əhmədov sol sınata sürətlənir. Əhmədov pauzu etdi. Başını qaldırır, boşluq axtarır ötürmə etmək üçün. Sağsına paralel şəkildə daha bir ötürmə gəlir. Yunus Əliyev. Əliyev. Bir reyd gəldi. Osman Hüseynov çəkdi sol ayaqla. Osman Hüseynov uzaq 9-luğa nişan almışdı, amma azacıq dəqiqliyi çatmadı və beləliklə ilk hissəni Ulduz Əfa komandasına 5-1 hesablı üstünlüyə yekunlaşdırırıq. İlk hissədə sizinlə mən idim şəxsiniz Heydər Hüseynin. Növbəti hissədə görüşmək ümidi ilə hələlik deyirəm. Yenidən vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artıq ilk hissəni geridə qoyduq. İlk hissə nəticəsini xatırlatsaq, əgər Ulduz Əfa komandasına 5-1 hesablı üstünlüyü var Qarabağ komandası üzərində. Maraqlı bir ilk hissə izlədik. Maraqlı bir oyun.
Birinci hissəni yola saldı. Baxa görə ikinci hissədə son hazırlıq işləri görülür. Biraz sonra ikinci hissənin start fiti səsləndiriləcək. Ulduz EFA komandasının heyətlərində dəyişikliklər var. Komandanın 5 nömrəsi Həsən Zamiroğlu meydana daxil olub. 2 nömrə Ədalət Hacızadə meydana daxil olub. Daha doğrusu Məhəmməd Əli Hacızadə meydana daxil olub. Həmçinin də komandanın 17 nömrəsi Cahangir Cəfərli. Onu da meydanda görürük. 11 nömrə Ammar Ali Hüseyin. O da meydana daxil olub. Dəyişikliklər isə bəli, hələ ki bunlardır. Ali Mahmudov zaten ilk sənə ortalarını da meydana daxil olmuşdu Yusuf Qasımlının yerinə. Ammar Ali Hüseyin. Ali Hüseyin sarı sınaqla oynadı. Cahangir bir qədər Ammarın sürətini hesablanmış ötürməkdə, lakin müdafiəçilər uzaqlaşdırır. Out Ulduz EFA-nın lehinə qərar verilir. Yan xətdən. Arkada kalsan. Ahmet'e yakın get biraz Mehmet Ali. Dikkatli oyna. Müdafiədən çıxardılar topu. Əksüm həmləsi Qarabağ komandasına zərbə endirdi. Yaxın ikinci və qol. 5 gol hesab. Mehmet Ali sen de oraya gedirsen. Nadirov. Gəlbi işte bu anda. 20 daha işte oyna. Ötürmə, o da bu hədiyyəni geri çevirmir. Komanda yoldaşlarından gələn bu hədiyyəni geri çevirmir. Topu topa göndərdi. Qaçı burada. Məsafə göçü topa inir. Bir hərəkətini görüb. Astaca həfif şəkildə topu. Ali Mahmudov. İncə zərbə. Saf tərpənir. Məhəmməd Əli Hacızadə mərkəzi doğru ötürmə Ali Mahmudov. Tirdi topu. Son toxmuş Qarabağ komandasının oyuncularındandır. Qapıdan zərbə. Əhməd Əhmədli. Daha bir soyuqqanlı reyd. Mərkəzi doğru ötürmə Ammar Ali Hüseyin. Ram edə bilmədi topu. Tamamilə geriyə çəkilməyə məcbur olan Cahangir. Cahangir və top qapı xəttini keçməyibmi? Yox, xeyr. Hakim isə davam deyir, qol deyil. Belə kritik anlarda. Olmaz. Daha bir hücum həmləsi imkan vermədilər Ammar Ali Hüseynin zərbə endirməsinə. Outsa Qarabağ komandası tərəfindən yerinə yetirəcək. Hasan Ahmet'e yakınca aşağı dur. Ammar. Ali Mahmudov. Mahmudov boşluq axtarır. Məhəmməd Əli Hacızadə ilə bir-birlərinə başa düşmədilər ötürmə zamanı. Həsən Zamiroğlu yan xətdən topu meydana daxil etdi. Məhəmməd Əli. Blok qoyuldu onun ötürməsinə. Ali Mahmudov, təzyiq var öndə. Bu təzyiq nəticəsində topu qazanırdılar ki, bəli, out qazandılar. Qazanırdılar ki, itirdilər deyəcəkdim, out qazandılar. Məhəmməd Əli. Türməsi keçmədə uzaqlaşdırmağa çalışırlar. Ali Mahmudov. Mahmudov bir qədər çətin mövqedədir. Məhəmməd Əlinin ötürməsi sağsınağa keçmədi. Və top itkisi. Ammar Ali Hüseyin yaxın 9-luğa düşürmüş zərbə idi. Azacıq fərqlə qapının üzərindən keçdi top. O səhvdən yararlana bilmədilər. Hədiyyə idi düşmüşdü qarşılarına. Biraz yakın gel oğlum. Ama dikkatli ol. Aa sen bak. Ama konuşma fikir be. Daha bir out.
Ulduz komandası tərəfindən Sancı. Bilmədi də. yerinə yetirildi. Ammar Ali Hüseyin və gerdən tutub çəkirdi. Geriyə doğru bəli çəkirdi. Üstünlük prinsipinə ilk öncə əməl etmişdi hakim. Hakim sonrasında isə artıq davam etməyəcəyini gördükdə sərmə zərbəsini təyin edir. İstə. Əhməd soluna ötürmə. Məhəmməd Əli istədiyi kimi ram edə bilmədi topu. Şansı Hüseyin Nadirov. Məhəmməd Əli Hacızadə axıra qədər döyüşür. Əhməd Əhmədli soluna atan sürətləndi. Əhməd və geridən müdaxilə edərək sürüşmə fəndi ilə topu kornerə yollayırlar. Ulduz EFA komandası üçün zərbəsi yerinə yetirəcək. Vamov. İttirmişdi və hücumun şiddətli ilə görüb. Vəziyyət. Oyna bax ha. Hasan maşallah. Hamza. Qapıya girək. Boğazın cığıldı aç. Ali Mahmudov top itkisi var. Eşşu Məmmədli və Həmzə Məmmədli vaxtında müdaxilə edir. Risk alaraq qapısını tərk edir və təhlükəni soruşturur. Vamov. Dəfə isə Qarabağlılar 6 yerinə yetirir. Nadirov. Müdafiə olun, adam var, düz qalın yerimizdə. Vəziyyət Qarabağın. Ammar ortaya gir, bura lazım deyil. Mehdi. Qabaqda istə. Qaqa get zona. Ali, yerimizi də dəyişində orada. Məmmədov. Ondan meydan təkir. Gəl onun zonasına. Əhməd Həsən Zamirovu uzaqlaşdırdı müdafiədən. İndi təzyiq lazımdır öndə. Məhmədə sıx onu. Təzyiq davam edir. Məhəmməd Əli Hacızadə pressing tətbiq edir, amma axıra qədər mübarizə aparmaq lazımdır. Çox meydan təkir etməyib oynamaq lazımdır. Blok gəlir ötürməyə. Daha bir ötürmə gəldi. Toxunuş edən olmadılar. Axıra kimi Cancı. Nadirov. Çox təhlükəli gəlmişdilər. Bu toxunuş bəsədir. Sonra göndərməyə və dubl etməyə. Fərqi isə 2 endirmək. Ortaya yaxın ol, Məhəmməd Ali, ortaya yaxın ol, ora. Bəsədir. Ammar Ali Hüseyin. Əhməd Əhmədli. Geriyə doğru ötürmə yuvarına çatmır. Hamza. Dafiyin arxasına planlaşdırmış ötürmə. Həmzə Məmmədli ikinci cəhdidə topu tutur. Xəttə baxdı Hamza. Sərbə gəlir. Standart vəziyyət. Olar, hoca, olar. Sərmə sərbəst. Olar, sərmə sərbəst. 3 nəfərdən ibarət canlı sət qurulub. Zərbə indirilir və gol. 5-3. Hesab fərqi 2 topa inir. İndi də eşit. Heç nə üçün yetdi. Hələ ikincisi də 10 dəqiqə. Tamam, 15 dəqiqə var. Böyük 15 dəqiqə. İgidin ömrədən 15 dəqiqə var. 8 top nə az nə çox. Massa var. 5-3. Haydi Ulduz bir qədər ikinci hissədə istədikləri oyunu nümayiş elətdirə bilmirlər. Özlərinə gəlmədilər. Artıq hesab fərqi get-gedə azalır. Uzaqlaşdırmağa çalışırlar müdafiədən. Ulduz EFA komandasının oyunçuları. Keçmədə ötürmə. Ammar Ali Hüseyin qazandı topu. Sağ-sağda sürətlənir. Ammar Ali Hüseyin gözəl reydi idi. Ammarın zərbəsi. Gol! Ammar Ali Hüseyin. Bir reydi ilə sanki Qarabağ müdafiəçiləri məsələ üzü Qarabağa yola salır.
Gözəl qola imza atdı Əhsən Ammar. Sürətli əks hücum qola çevrilir. Altılıqdan toplanır. Üç olur hesab. Maraqlı bir maç izləyirik. Hər iki komanda hal-hazırda döyüşkən oyunu nümayiş elətdirir maçda. Bol qollu. 9 top. Daha bir ötürmə müdafiəçilərdən keçmir. Əks hücuma bax Əhməd. Əhməd Əhmədli diqqətlidir yenə də müdafiədə. Əhməd daha bir reyd gəlir. Hasan da var. Geriyə çəkilir. Ulduz Efa komandasının oyunçuları. Həmzə Məmmədli Qəbul elə. ötürmə ünvanına çatmadı. Ötürmə lazımdır. Məhəmməd Ali içəri. Əhməd Əhmədlini də geridə qoyur Qarabağ komandasının oyunçuları, amma Əhsən Samiroğlu'nun müdaxiləsi var. Gedər Əhməd Əhmədli ilə Əhsən Samiroğlu arasında anlaşılmamazlıq oldu. Gəl yerə. İşin təhlükə soğuşur. Başla da öncə. Yerə Əhməd. Məhəmməd Ali gəl. Solcuna Əhsən Samiroğlu. Damada qəbul elə apar özün. Məhəmməd Ali Hacızadə ilə oynadı. Hacızadə. Yaxşı Əhməd. Əhsən Samiroğlu. Blok qoyuldu onun zərbəsinə. Sürətli əks-hücum həmləsi Qarabağlılardan. Türmə keçmir. Samiroğlu risk etmir, uzaqlaşdırdı. Ən doğru olan edir. Ammar Ali Hüseyin pressing nəticəsində topu auto yollayır. Sən Canki istiqamətində ötürmə ünvanına çatmır. Ali Mahmudov əllə oyuna işarə edir. İki nəfərdən ibarət canlı səd qurulub. Cangir Cəfərli və Ammar Ali Hüseyni görək canlı səddə. Qüvvətli zərbə indirilir. Həmzə Məmmədli diqqətlidir qapısında. Bu dəfə imkan vermədi. Cangir. Top itkisi, lakin köməyinə çatır Əhməd Əhmədli komanda yoldaşına. Out Qarabağındır. Alt yerinə yetirildi artıq. Və Əhməd Əhmədli nəzarət edirdi. Topun meydandan çıxmasına şərait yaradırdı. Əhməd. Əhsən Samiroğlu. Samiroğlu sol zona doğru meyilləndi və qayda pozulub Samiroğluya qarşı. Məsələ qayda oyunçuna məruz qalan oyuncu standart vəziyyəti yerinə yetirə sağsına paralel şəkildə ötürmə keçmədi. Yaxşı. Ammar açıldı boşluğa. Əhsən. Son anda kritik müdaxilə edir. Boş qapıdan çıxarılır topu Samiroğlu. Həmzə Məmmədli ilə Əhməd Əhmədli səhv etməmsə toqquşurlar bir-birləri ilə zədələnərlər bir qədər. Ümidvarlıq ciddi deyilsə də. Qalxırlar ayağa. Həmzə Məmmədli və Əhməd Əhmədli. Ciddi deyilsə də verir. Təki heç bir zədə fərqi yoxdur. Qarabağ, Ulduz, hər bir komanda, hər bir gəncə üçün zədələr arzu olmazdır. Ammar yerine kaçtı.
Hasan ortaya yakın ol. Ahmet'e yakın. Düzdür. Sən Zamiroğlu uzaqlaşdırmağa çalışdı müdafiədən. Yenə də qarama qarışıqlıq yaranır mərkəzdə. Qurarov ama. Bəli. Yan xətdən Qarabağ atını top oynadı. Ammar. Ali Hüseyin. Akif ilə oynadı. Çıxartmaq lazımdır top müdafiədən. Can Mehmet al-Akhirə kimi can. Gəl axıra kimi. Üstəliyev. Hamşir. Hamidli. Ammar. Yerlərdə presin lazım. Və Əhməd Əhmədli yenə də köməyə çatır. Yenə də uzaqlaşdırır müdafiənin qayası. Gəldi. Ali Mahmudov. Alınmadı oraydı. Zidane sayağı dönüş etməyə çalışdı. Baş tutmadı. Gir içeri Mehmet Ali. Gir. Ammar. Daha bir reyd gəlir Ammar Hüseyndən. Az öncə etdiyini təkrarlamaq istədi. Bu dəfə uğursuz olunur. Alsa Ulus Efan'a lehinə qərar verildi. Ali Mahmudov yaxın küncə endirilmiş zərbəyə blok qoydur. Hasan mesafe çok vermişsin Hasan. Biraz kabağa gel. Ahmet. Yoldaş Akif. Yoldaş Akif. Sami. Mehmet Ali. Mehmet Ali gel. Dəyişikliklər var Ulus Efa komandasının heyətində. Ahmet gel. Sən Zamiroğlu, yox. Məhəmməd Əli Hacızadə ilə Əhməd Əhmədli meydanı tərk edir. 4 neferi gitti. Ağılla. Sən Zamiroğlu, Geniş oyna. Abdullah yerimi tullayıp gitme. Ali Mahmudov. Seçili top mərkəzdə. Və meydana daxil olan oyuncular isə Yusuf Qasımlı Dikkatli ol Ahmetov. və bir də Abdullah Əhmədov. Küncdən zərbə yerinə yetirir Qarabağlılar. 3 qolla cavab verə bilir ki, bak. Qurarov. Bravo yaxşı. Alt. İçəriyə doğru ötürmə. Diqqətli olmaq lazımdır. Blok qoyuldu zərbəyə. Daha bir zərbə yenə də blok gəlir. Müdafiədən çıxmağa çalışır bu dəqiqələrdə Ulduz komandası və Gel. Gel. uzaqlaşdırdılar. Aşağıda tenis. Ha indi oyunda. Otur orada komandanın yanında. Cəfərli. Cahangir Cəfərli sağ sınaqdan irəliyir. Yoldaş Akif! Ha, neyinirsən? Yoldaş, Əhməd, gəl burada görürüm. Gəl burada görürüm, kaptanlıq var. Ya vacib değil mi o? Gel Ay, Əhməd, gəl bura. Ali Mahmudov. Həsən Zamiroğlu. Müdafiə arxasına planlaşdırmış ötürmə ünvanına çatmır. Ali Mahmudov qarşıladı. İmkan vermədilər zərbə indirməsinə. Onun qollarından top Osman sıkmalı. Üstəliyev. Hasan o sıkmalı. Yusuf Qasımlı itirir topu. Təhlükəli gəlir Qarabağlılar. Qəttə olmaq lazımdır və Həmsə Məmmədli yaxın küncdə qapını üzünə bağlayır Qarabağlıların. Hər şey o qədər ideal etdi ki. Zərbədən başqa. Yusuf Qasımlı sol uzuna ötürmə. Həsən Zamiroğlu. Cahangir. Zamiroğlu sağ uzuna Cahangir Cəfərlini yaxşı gördü. İçəriyə doğru ötürmə. Osman Hüseynov və bununla da iş bitir. Öktəni qoyur Osman Hüseynov. Susun deyir rəqiblərinə. İroniyasına.
Az önce oynadı, daha sonra qaydan top. Güc. Hesab fərqi 4 topa qalxır. 7-ci dəfə 7-ci dəfə artıq Qarabağlılar meydan mərkəzinə dəvət olunur. Oynamaq lazımdır, ötürmək lazımdır. Yusuf Qasımlı sağ sınavı ötürmə edər. Həsən Zamiroğlu. Osman Hüseynoğlu oynayır. Yunus Əliyev sol sınavdan açılıb. Qayda pozulmuyor mu? Yox, xeyr. Hakim tavam deyir. Əksücüm əmrəsi. Yusuf Qasımlı qarşısını aldı Əksücümün. Yunus Əliyev. Top ayağından çıxır. Amma pressinginə davam edətdirir. Yunus Əliyev. Ali Mahmudov. Mahmudov. Osman Hüseynoğlu oynadı. Yox. Nə zərbə kimi zərbə, nə ötürmə kimi ötürmə alındı. Osman Hüseynov. Sən qolla doymur. Olmuyor burada, oynamaq lazımdır. Top düşmə var sadəcə. Qasımlı 2 nəfərin arasından çıxa bilmədi. Ali Mahmudov da onun köməyinə gəlir. Vurmaq lazımdır. Vurmaq lazım idi. Gəlir, qol gəlir Qarabağlılardan. Göndərir. Buraxılan qollardan daha birinin əvəzinə çıxır Qarabağ komandası. 4. Gözlə, ciddi gözlə. 4. İndi vurmaq lazımdır. Az öncəki epizodları dəyərləndirsəydilər indi. Sapsan. Geniş oyna, Abdullah Əhmədov. Ali Mahmudov. Genişlə. Keçdi bir rəqibində Mahmudov. Sağ zata, yaxşı görərsən Zamiroğluna. Zamiroğlu bir reyd gəlir. Mahmudov yenə də yandadır. Abdullah Əhmədov. Yenə də o cınaha yerdə. Yenə də o cınahına davam etdilər. Qədər hücumun cınahını dəyişsələr daha yaxşı olar. Həsən Zamiroğlu. Yerdə də mübarizə aparır. Yusuf Qasımlı. Yunus Əliyev. Bir də dəyişə bilərik. Gəldi sağımdan. Qasımlı. Dəyişə bilərik, İran. Ali Mahmudovla oynadı mərkəzdə. Mahmudov fırlandı. Sağ. Osman Hüseynov və gol! Aşırma zərbə. Mükəmməl gol. Hat-trick gəlir Osman Hüseynovdan. 4. Topluq fənd. Saniyələr. Bu saniyələrin içində ulduzlar var. Hesab etsinlər. Oturun burada. Ana. 4. Artıq 50-ci hissənin sonlarına doğru yaxınlaşırıq. Buradan geri dönüş möcüzə, hətta möcüzə belə xilas edə bilməz Qarabağları və Həmzə Məmmədli mükəmməl reaksiya idi. Və nəhayət topu tutdular. Refleks yerində idi Məmmədlidən. Və beləliklə final fitidə səsləndirilir. Ulduz EFA komandası Qarabağ komandası üzərində 8-4 hesablı inamlı qalibiyyəti imza ataraq 3 xal aktivlərini yazdırır. Biz də reportajımızı bu maraqlı maçdan sonlandırırıq. Oyun boyunca sizinlə mən idim şəxsiniz Heydər Hüseynli. Növbəti maçlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Geldi İbrahim'imiz. Hey Yusuf. Yusuf gelin buraya. Osman. Geldi İbrahim'imiz de.